Xəbərin brendi günün trendi efirdədir. Axşamınız xeyir olsun. Növbəti köç karvanları Kərkicahan qəsəbəsinə, Xocalının Xanyurdu və Təzəbinə kəndlərinə çatıb. Açarlar təqdim edilib. Rəcəbov qəhrəman. Mehdiyyət Camə. Dohada talelərimiz dalğalanır. İki bayraq, bir iradə. Qardaşlıqdan da irəli yaxınlıq varmış. Dünyadakı tək örnəyi Azərbaycan, Türkiyə. Oldu nəfəsli diyarı, ocağına can qurban Azərbaycan. Əziz sən də əyilməyən vüqarımsan. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Bakı şəhəri Nəsimi rayonu Nizami küçəsi 60 ünvanında fəaliyyət göstərən Nərgiz Ticarət Mərkəzində fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə mövzusunda təlim keçirib. İngiltərə Anglikan kilsəsində ilk dəfə olaraq bir qadın ən yüksək ruhani vəzifəyə təyin olunub. Sara Mullalli Londondakı Müqəddəs Pol Kafedralında keçirilən mərasimdə rəsmi olaraq İngiltərə kilsəsinin arxiyepiskopu kimi and içib. 63 yaşlı Mullalli 492 illik tarixə malik kilsənin ilk qadın lideri olmaqla yanaşı eyni zamanda 106-cı arxiyepiskop titulunu qazanıb. O 165 ölkədə yaşayan təxminən 85 milyon Anglikan xristiyanının mənəvi lideri hesab olunur. Qazaxda evində narkotiklərin satışını təşkil edən şəxs saxlanılıb. Zaqatala rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş 60 yaşlı Elmi Məmmədov saxlanılıb. Ondan 4 kiloqram 300 qram marihuana və tiryək aşkarlanaraq götürülüb.
Qaynar xəttimizə WhatsApp nömrəmizi sizə xatırlatmaq istəyirəm. 051 583 2408. Günün istənilən saatında bizə yaza bilərsiniz və işıqlandırılmasını istədiyiniz hansısa bir hadisə varsa, çəkin, göndərin. 051 583 2408. Bakıda az yaşlı uşağın valideynləri axtarılırdı. Yol polis xidmət əməkdaşları kənar dairəvi yolda hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdə keçən Səid adlı 8 yaşlı uşağı aşkarlayıblar. O valideynindən küstüyü üçün evdən qaçdığını və yolunu azdığını söyləyib. Nədir? Səyid, Harda yaşayırsan Səid? bilmirəm. Atavın adı nədir? Təbriz, Anavın adı nədir? Gülüm, Neçə yaşın var? 8, Hansı məktəbdə oxuyursan? 21, Neçənci sinifdə? 2 ay. Bura hardan gəldin, çıxdın sən? İtirmişəm, azdırmışam yolu. Hardan gəlirdin sən? Anamdan küsmüşdüm. Anandan küsmüsən? Evinizin yerini bilirsən? Daha sonra Daxili İşlər Nazirliyi artıq uşağın valideyninin tapıldığı haqda xəbəri yayımlayıb. Daxili İşlər Nazirliyinin baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin keçirdiyi əməliyyat zamanı Bakıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 3 nəfər saxlanılıb. Onlardan ümumilikdə 34 kiloqram, 450 qram müxtəlif növ narkotik vasitə aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qəti imkan tədbiri seçilib. Yanvarın 30-u Gürcüstanın Poti limanında Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti və Gürcüstan Dəmir Yolları Səhmdar Cəmiyyətinin rəhbər heyətlərinin iştirakı ilə Poti-Bakı Ekspres blok qatarının yola salınması mərasimi keçirilib. Tədbirdə yeni ekspres qatarının işə salınmasının əhəmiyyəti qeyd edilib və bildirilib ki, bu xidmət sayəsində yük sahibləri yalnız vaxtlarına deyil, həm də terminalda yük və boş konteynerlərin saxlanılması kimi xərclərə qənaət edə biləcəklər. Bakıxanov qəsəbəsində küçə itləri anaya və uşaqlarına hücum edə bilərdi. Lakin ananın dəyanətlə övladlarını qoruması bu videonu görən insanlarda gözəl hisslər yaradıb. Nasaz nəqliyyat vasitəsilə yola çıxmaq yollarda süni tıxac və ciddi narahatlıq yaradır.
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu. Şəkidə fəaliyyət göstərən iş adamı Tehran Lətifov münaqişədə olduğu ana və oğlunu saxta sübutlarla həbs etdirmək məqsədi ilə avtomobillərinə narkotik yerləşdirməyə cəhd edib. Baş prokurorluğun araşdırmaları nəticəsində plan ifşa olunub və Lətifovla yanaşı daha bir neçə şəxs saxlanılaraq barələrində həbs qəti imkan tədbiri seçilib. Bakı sakinlərini ətraf mühitə diqqətlə yanaşmağa və şəhəri təmiz saxlamağa çağırış edən sosial çarx hazırlanıb. Bakı Şəhər İcra Hakimiyyəti və Regional İnkişaf İctimai Birliyi tərəfindən hazırlanan video çarxda şəhərin hər sakininin üzü olduğu kimi onu üzümüz kimi qorumalı olduğumuz vurğulanıb. Bak geldi şehir mehribanlıya Sinende boyadım Suraxanı rayonu Yeni Günəşli qəsəbəsi və yaşayış massivində binaların birində birinci mərtəbədə blok çöküb. Sakinlər qeyd ediblər ki, birinci və ikinci mərtəbədə yaşayanlar binadan çıxa bilmirlər. Bunun üçün liftlə yuxarı qalxıb yenidən aşağı düşməlidirlər. Yaponiyada qarın ifrat dərəcədə çox yağması nəticəsində 28 nəfər ölüb, 300-ə yaxın insan da zərər çəkib. Qaynar xəttimizi, WhatsApp nömrəmizi sizə bir daha xatırladıram. 051 583 24 08. Bu bizim qaynar xəttimizdir, WhatsApp nömrəmizdir. Sizi maraqlandıran və narahat edən məsələlərlə bağlı video çəkiliş edib günün istənilən saatında bizə göndərə bilərsiniz. Biz həmin videonu günün trend edəcəyik. Hörmətli tamaşaçılar, günün xəbər ziyafətini izlədiniz. Görüşərik, vədimizə sadiq olaq.